Qədir gecəsi nə vaxtdır və niyə gizlidir? Əvvəlcə bilməliyik ki, Qədir gecəsi ümumiyyətlə nədir? Leylətul Qadr, yəni Qədir gecəsi Quran-ı Kərimin nazil olduğu və insanların bir illik işlərinin təqdir, yəni müəyyən edildiyi gecədir. Quran-ı Kərimdə Qədir və Duxan surələrində bu gecədən bəhs edilib. Quran ayələrinə və rəvayətlərinə əsasən Qədir gecəsinin dəyəri 1000 aydan daha üstündür. Bu gecə ilin ən fəzilətli gecəsi, Allahın rəhmətinin nazil olduğu və günahların bağışlandığı bir gecədir. Niyə bu gecəyə Qədir deyilir? Bu barədə müxtəlif rəylər var. Ən məşhur və ağlabatan rəy budur ki, Qədir gecəsi deyilməsinin səbəbi insanların taleyinin bir illik hadisələrin ölçüsünün və qədərin bu gecədə müəyyən olunmasıdır. Həm də bu gecə şərəfli və dəyərlidir. Çünki dəyərli Quran, dəyərli bir mələk vasitəsilə dəyərli bir peyğəmbərə və dəyərli bir ümmət üçün nazil olub. Ümumiyyətlə, Qədir sözü ölçü, qədər və taleyin müəyyən olunması mənalarını ifadə edir. Peyğəmbərimizdən sallallahu aleyhi və alihi və səlləm nəql olunan bir rəvayətə görə Qədir gecəsi Allahın müsəlmanlara verdiyi nemətlərdən biridir və əvvəlki ümmətlərdə Qədir gecəsi olmayıb. Quranda Qədr adlı surə var və bu gecədən bəhs edilib. Duxan surəsinin ilk 6 ayəsi də Qədir gecəsinin əhəmiyyətindən və bu gecədə baş verən hadisələrdən bəhs edib. Nəzərinizə çatdırım ki, İmam Əlinin 19-cu gecə qılınc zərbəsi alması və 21-ci gecə şəhid olması bu gecələrin əhəmiyyətini Əhl-i-Beyt tərəfdarları üçün daha da artırıb. Bu gecələrdə müsəlmanlar Qədir gecəsinin xüsusi müstəhəb əməllərinə riayət etməklə yanaşı, İmam Əlinin şəhadətinə görə də matəm saxlayırlar. Quranın Qədir gecəsində nazil olması nə deməkdir? Bu barədə mən Qədir surəsinin təfsiri və Quranın nazil olması haqqında danışarkən geniş danışmışam. Duxan surəsinin 4-cü ayəsində oxuyuruq. Fihə yufraqu kullu əmrin hakim. Yəni o gecədə hər bir möhkəm və ya hikmətli iş müəyyən edilir. Bu ayə ilə bağlı İmam Baqirdən nəql edilib ki, hər il bu gecədə insanların gələcək növbəti bir illik qədəri yazılır. Peyğəmbərimiz bu sözü nəql etdikdən sonra 3 dəfə belə buyurdu. Bu ayda 1000 aydan daha üstün olan Qədir gecəsi var. Həqiqi məhrum o kəsdir ki, bu gecənin fəzilətlərindən məhrum qalsın. Buna diqqət edin əzizlər. Qədir surəsinin 4-cü ayəsinə əsasən Qədir gecəsində mələklər və ruh yerə enir. Qədir gecəsi hər il təkrarlanırmı? Bəli. Deməli, hər ildə mələklər enirmi? Bəli. Peyğəmbərin vaxtında kimə enirdi? Dövrünün kamil insanına, ilahi rəhbərinə. Buna kimsə şəkk edə bilərmi? Yox. Yaxşı. Bəs indi də mələklər enirsə, kimə enirlər? Bax, bu barədə yaxşı düşünün. Keçək məsələyə. Qədir gecəsi hansı gecədir? Qədir gecəsinin hansı gecə olduğu barədə fərqli baxışlar mövcuddur. Əhl-i-Beyt məktəbinin nəzəri budur ki, Qədir gecəsi yalnız Quran-ı Kərimin nazil olduğu gecəyə aid deyil, hər il təkrarlanır. Quran-ı Kərim ayələrinə əsasən Qədir gecəsi Ramazan ayına düşür. Lakin onun dəqiq gecəsi Quranda açıq şəkildə bildirilməyib. İmamiyyə alimlərinin fikrincə Qədir gecəsi yalnız Ramazan ayının 19-u, 21-i və ya 23-ü ola bilər. Deməli, birinci ehtimal olunan Qədir gecəsi düşür Ramazan ayının 18-dən 19-una keçən gecə, Ramazan ayının 20-sindən 21-nə keçən gecə ehtimal olunan ikinci Qədir gecəsidir. Ramazan ayının 22-sindən 23-ünə keçən gecə isə ehtimal olunan 3-cü Qədir gecəsidir. Habelə 21-ci gecə 19-cu gecədən, 23-cü gecə isə 21-ci gecədən üstündür. Əhl-i-Beyt məktəbinə görə Qədir gecəsinin Ramazan ayının 23-ündə olması ən yüksək ehtimaldır. Nəql olunub ki, Cühəni adlı bir şəxs, yəni Abdullah ibn Üneys Ənsari Peyğəmbərimizə dedi, evim Mədinədən uzaqdadır, mənə elə bir gecə söylə ki, o gecə Mədinəyə gəlim. Peyğəmbərimiz ona Ramazan ayının 23-cü gecəsini tövsiyə etdi. Əhl-i-Sünnəyə gəlincə əksər Əhl-i-Sünnə alimləri Qədir gecəsinin Ramazan ayının son 10 gecəsindən biri olduğunu bildiriblər. Əhl-i-Sünnə arasında ən məşhur görüş Qədir gecəsinin Ramazan ayının 27-ci gecəsi olmasıdır. Lakin bəzi Əhl-i-Sünnə alimləri iddia edirlər ki, Qədir gecəsi yalnız Peyğəmbərin həyatında hər il təkrarlanırdı. Lakin ondan sonra artıq Qədir gecəsi yoxdur. Digərləri isə hesab edirlər ki, Qədir gecəsi ilin müəyyən bir gecəsi deyil.
hər il fərqli və naməlum bir gecəyə düşür. Nəql olunub ki, Peyğəmbərimiz Ramazan ayının son 10 günündə yatağını yığışdırır və tamamilə ibadətə yönəlirdi. O həzrət ailə üzvlərini də oyaq saxlayırdı. Hətta yuxulu olanların üzünə su çiləyərək onları Qədir gecəsini dərk etməyə, bu gecədə iştirak etməyə təşviq edirdi. Həzrəti Fatimə də Ramazan ayının 23-cü gecəsində övladlarının yatmasına icazə vermirdi. Onların ayıq qalması üçün az yemək verirdi, gündüz onların yatmasını təmin edirdi və deyirdi ki, həqiqi məhrum o kəsdir ki, bu gecənin xeyrindən məhrum qalsın. Bir rivayətə görə İmam Sadiq Ramazan ayının 23-cü gecəsində ağır xəstə idi. Buna baxmayaraq o, yaxınlarından xahiş etdi ki, onu məscidə aparsınlar ki, orada ibadət edə bilsin. Qədir gecələrinin müştərək və xüsusi əməlləri var. Müştərək əməllər bunlardır: qusul almaq, 2 rükətli namaz qılmaq, hər rükətdə Həmd surəsindən sonra 7 dəfə İxlas, yəni Qul huvallahu əhəd surəsi oxunur. Namazdan sonra isə 70 dəfə Əstəğfirullah və ətubu iləyh, Allahdan bağışlama dilir və ona tövbə edirəm deyilir. Hər Qədir gecəsi bu namazı qıla bilərsiniz. Daha sonra əhya saxlamaqdır. Əhya saxlamaq, yəni gecəni oyaq qalıb ibadət etməklə məşğul olmağa deyilir. Daha sonra 100 rəkətli namaz qılmaqdır ki, 50 ədəd 2 rəkətli namaz şəklində qılınır. Bəzi din alimləri deyiblər ki, kimin boynunda qəza namazları varsa, yaxşı olar ki, o bu müstəhəb 100 rəkətli namazın əvəzinə öz qəza namazlarını qılsın. Ha belə Cövşən Kəbir duasını oxumaq da üstün əməldir. Qədir gecələrində Quranın tilavətinə önəm vermək lazımdır. Bacardığınız qədər Quran oxuyun. Xüsusilə Ramazanın 23-cü gecəsi Ənkəbut, Rum, Duxan surələrini oxuyun. 1000 dəfə Qədir surəsini zikr edin. Məkarimul əxlaq və iftitah dualarını oxumağa vaxt ayırın. Yaxşı, niyə Qədir gecəsi gizlidir? Olmazdı ki, məlum müəyyən olsun. Qədir gecəsinin ilin və ya Ramazan ayının gecələri arasında gizli qalmasının, saxlanılmasının səbəbi budur ki, insanlar bütün bu gecələrə əhəmiyyət versinlər. Niyə? Məsələn, Allah öz razılığını müxtəlif ibadətlərin arasında gizlədib ki, buna görə də insanlar bütün ibadətlərə yönəlsinlər. Ha belə qəzəbini günahlar arasında gizlədib. Buna görə də insanlar gərək bütün günahlardan çəkinməyə çalışsınlar. Ha belə Allah öz dostlarını insanlar arasında gizlədib. Buna görə də hər kəsə ehtiramla, hörmətlə yanaşmaq lazımdır. Ha belə Allah duanın qəbul olunmasını müxtəlif dualar arasında gizlədib. Buna görə də insanlar bütün dualara sarılmalıdır. Ha belə ismi əzəmi, yəni Allahın ən böyük adını digər adlar arasında gizlədib. Buna görə də insanlar bütün Allah adlarını uca tutmalıdırlar. Ölüm vaxtını da gizli saxlayıb. Buna görə də insanlar hər an ölümə hazır olmalıdırlar.